Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son günlərdə viral olan bir dənə videosuna baxaq. Və xəbərdarlıq edirəm ki, əgər hardasa daşqın nəticəsində, yanğın nəticəsində nəsə yanır, batır, dövlətdən dəstək almaq ümid etmək lazım deyil. Əgər biz bu dövlətdən heç nə istəməyəcəksə, bu dövlətdə niyə 18 yaşımıza çatanda bizi əsgər aparırlar? Niyə uşaq pulu verilmir? Əgər bu dövlətdə hər şey qaydasındadırsa, niyə bizim evlərimizi su basır? Kimə deyək dərdimizi, kimdən istəyək? Dövlətdən biz nə istəyə bilərik? Dövlət bizim nə vaxt yanımızda olacaq? Hansı dövlətə baxsaz, hansı ölkələrə baxsaz, görəcəksiniz ki, orada sel daşqınları baş veribsə, həmən an dövlət o insanın yanındadır. Uşağı dünyaya gəlibsə, həmən an dövlət o insanın yanındadır. Azərbaycanda isə yalnız bu hakimiyyətin tərəfdaşları üçün baş verə bilər. Xalqın digər hissəsində belə bir şey baş verə bilməz. Xalqın digər hissəsi yalnız özünü yandırmalıdır, özünü asmalıdır, nəsə eləməlidir ki, bu ölkədən canını qutarsın. Ya qaçıb qurtarmalı, ya da canını özünü öldürməlidir. Başqa cür yol yoxdur. Xalqın digər hissəsinin başqa yolu yoxdur. Yalnız bunlar edə bilər. Bütçədən 1 milyard yarım pul oğurlanıb, heç kim bu barədə bir tədbir görmür. Salih Məmmədovun adı hallanır, hələ də bu adam azadlıqdadır. 17 milyard pul Ramiz Mehdiyev aparıb, halbuki həmən pulu bütün xalqa paylasaz, gör nə qədər sosial vəziyyəti pis olan insanlar özünə gələ bilər. Harada da 17 milyard pul. Ramiz Mehdiyev öz evində oturub istirahətini edir. Amma kimlər ki danışır, aparırlar 15 sutqa, 20 sutqa, 1 ay, 5 ay, nə bilim, ya vətən xaini qoyurlar qabağına, ya silah qoyurlar, ya da ki narkotik qoyurlar qabağına ki, bunların üçündən birini seçməlisən. Bu dövlət bizim xalq üçün neyniyib? Vəlzar, baboş kimləri ilə başımızı qatıb, bax bizi beləncəsinə manipulyasiya eləyib, ürəkləri istədiyi kimi hərəkət edirlər. Bütçəmizi yeyirlər, xəbərimiz yoxdur, milyardlar gedir, milyardlar. Bir ayın ərzində neftdən, bilirsiniz neçə milyard pul qazanmışıq? Yəni, il başlanğıcında 65 dollardan hesablanırdısa benzinin bir bareli, indi hal-hazırda 130 dollardan bəlkə də yüksəkdir. Birdən-birə 100% 2026-cı ilin hesabatına, maliyyəsinə 100% əlavə gəlir, əlavə olunub. Kimə xərcləndi bunlar? Bakını su basıb, kəndləri su basıb, digər rayonları su basıb, heç kim bu barədə bir tədbir görmür. Cəmaatın evini su basıb, bunları qoyduq qırağa. Sosial yardım almaq üçün elə bir qayda-qanun qoyublar ki, qabağımıza, yəni o, heç kim ala bilmir o sosial yardımı. Etibarnamə ilə maşın sürə bilmərsən. 200 manat sənə pul verəcək, ha? Niyə axı? Sizin bu xalqla nəsə bir düşmənçiliyiniz varsa, deyin ki, bu